Bugünə nə bişirim sualı yəqin ki, hamınızı düşündürür. O zaman 7 manatla 5 nəfəri doyuzdura biləcəyiniz bir resept sizə təqdim edirəm. Qaymaqlı, döş ətli, göbələkli resept sizə verirəm, makaron resepti. Deməli, alırsınız bir paçka göbələk, 200 qram file və qaymaq, bir də qızlar alırsınız bir paçka makaron. Bununla tam-tamına 5 nəfəri qəşəng doyuzdura bilərsiniz. Mən para soğan istifadə etdim. Sonra gördüyünüz naziklikdə göbələkləri doğradım, fileni doğradım. Hamısını bir qabda qovurdum. Üzərinə duz, istiot, şirin biber tozu əlavə etdim. Ona görə orada qırmızımtılı görsənir göbələklər. Yəni tomat falan əlavə etməmişəm. Daha sonra üzərinə qaymağını əlavə etdim. Ondan sonra da makaronun içində bişən halda makaronun bulyomundan əlavə etdim. Yəni suyundan ki, biraz qəşəng yumşaq olsun. Daha sonra isə makaron bişəndən sonra isə makaronunu əlavə edib qoydum. Dəmaldı. Dəmalandan sonra isə üzərinə zövqə görə keşniş və yaxud da çiyid əlavə edə bilərsiniz. Göz haqqınızı halal edin. Çox möhtəşəm reseptdir. Tələbə qızlar da edə bilərlər. Aralarında açışıb bu resepti hazırlaya bilərlər. Və qızlar, bəyəndinizsə səhifəmi mütləq takip etməyi unutmayın. Siz deyin görək 7 manata bu yemək dəyərdimi, yoxsa dəyməzdimi? Mənə görə həqiqətən də dəyərdi. Arada ağız dadınızı dəyişsəniz, fərqli etsəniz çox gözəl olar. Səhifəmi takip edin və rəy yazmağı unutmayın. Hələlik.